Salamlar, vaxtınız xeyir olsun. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi 2025-ci ilin iyul və avqust aylarında da hava şəraitinin tez-tez dəyişilməsi riskinin əvvəlki illərlə müqayisədə 2025-ci ildə daha çox artması gözlənilir. İyun ayının 30-u günün ikinci yarısından başlayaraq iyul ayının 1-i və 2-sində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin yenidən kəskin dəyişilməsi gözlənilir. Prosesə səbəb isə Qafqazın cənubundan növbəti atmosfer cəbhəsinin keçməsi fonunda havanın temperaturunun ötən günlərin müqayisədə 5-7 dərəcə aşağı inməsi, xüsusən də Azərbaycanın böyük Qafqaz rayonlarında, Gəncə-Qazax ərazisində leysan xarakterli intensiv yağışların yağması ehtimalı var. Növbəti proses nəticəsində iyul ayının 1-i, 2-si və 3-ündə, xüsusən də 2025-ci ilin iyul ayının 1-ci həftəsi ərzində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Prosesə səbəb isə orta troposferdə atmosfer təzyiqinin iyul ayının 1-i, 2-si, 3-ündə və iyul ayının 1-ci həftəsi ərzində tez-tez aşağı inməsi fonunda güclü siklon sistemlərinin, yəni eksotropik siklon sistemlərinin orta troposferdə aktivləşməsi gözlənilir. Bu proses nəticəsində Qərbi Rusiya ərazisindən, Şərqi Avropanın şərqindən, Qara dənizin şərqindən atmosfer cəbhəsinin Cənubi Qafqaz Azərbaycan arasına daxil olması gözlənilir. Eyni zamanda Aralıq dənizinin şərqindən də rütubətli hava axınlarının Kiçik Asiya ərazisindən Qafqazın cənubuna doğru hərəkət etməsi fonunda və rütubətli hava kütlələri ilə nisbətən sərin hava kütlələrinin toqquşması fonunda intensiv xarakterli topa yağış buludlarının güclənməsi gözlənilir. Bu proseslər nəticəsində iyul ayının 1-i, 2-si və 3-ündə Böyük Qafqaz rayonlarında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Bu müddət ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində şimal-qərb kütlələrinin arabir güclənməsi gözlənilir. Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəkir, Qax, Oğuz, Qəbələ, İsmayılı, Şamax, Xızır, Quba, Qusar, Xaçmaz, Şabran rayonları ərazisində iyun ayının 30-u günün ikinci yarısından başlayaraq iyul ayının 1-i və 2-sində hava şəraitinin yenidən kəskin dəyişilməsi gözlənilir. Havada buludluğun kəskin artması, xüsusən də topa yağış buludlarının güclü inkişafı fonunda arabir leysan xarakterli yağışların yağması gözlənilir. Yağıntıların lokal qısa müddət ərzində intensiv və güclü olması, dolu yağması ehtimalı var. Dolunun diametrinin isə iri dənəli yağması, yəni 2-3 cm-ə qədər iri dənəli bir dolunun yağması ehtimalı var. Proses nəticəsində iyul ayının 1-i və 2-sində dağ çaylarında gürsulluq gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Eyni zamanda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göygöl, Goranboy, eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Füzuli, Cəbrayıl və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, Şərif ərazilərində də iyun ayının 30-u günün ikinci yarısından başlayaraq iyul ayının 1-i və 2-sində hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Arabir leysan xarakterli yağışların yağması ehtimalı var. Xüsusilə də Gəncə, Qazax ərazisində və Kiçik Qafqaz rayonları arasında yağıntıların iyul ayının 1-i və 2-sində lokal leysan xarakterli, qısa müddət ərzində intensiv və güclü olması, dolu yağması, dolunun diametrinin bir qədər iri dənəli yağması ehtimalı var. İyul ayının 1-i və 2-sində ərazidən axan çaylarda gürsulluq gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, eyni zamanda Zərdab, Ağcabədi, Bərdə və Beyləqan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində də iyun ayının 30-cu günün ikinci yarısından başlayaraq iyul ayının 1-i və 2-sində Azərbaycanın şimal və qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının mərkəzi Aran rayonları ərazisindən də keçməsi fonunda hava şəraitinin qısa müddət ərzində dəyişilməsi, lokal xarakterli leysan yağışlarının yağması, şimşək çaxması, dolu yağması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Cəllabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Ləriç ərazilərində də iyun ayının 30-u günün ikinci yarısından başlayaraq iyul ayının 1-i və 2-sində hava şəraitinin dəyişilməsi gözlənilir. Xüsusilə də Cəllabad, Yardımlı, Ləriç və Astaranın dağ kəndlərində iyul ayının 1-i və 2-sində yağıntıların qısa müddət ərzində intensivləşməsi, şimşək çaxması, dolu yağması ehtimalı var. Ərazidən axan dağ çaylarında sulluğun artması, lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bakı, Abşeron, Sumqayıt ərazisində iyun ayının 30-undan iyul ayının 1-nə keçən gecədən başlayaraq şimal kütlələrinin güclənməsi gözlənilir. İyul ayının 1-i və 2-sində havanın temperaturunun ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enməsi və şimal kütlələrinin arabir güclənməsi ehtimalı var. Azərbaycanın şimal və qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının Bakı, Abşeron, Sumqayıt ərazisindən daxil olması nəticəsində iyul ayının
1 və 2-sində lokal qısa müddətli yağış yağması, şimşək çaxması ehtimalı var. Artıq iqlim dəyişikliyi nəticəsində yay aylarının çox xarakterik olmayan atmosfer cəbhələrinin, yəni topa yağış buludlarının aktivləşməsi üçün ümumi sinoptik şəraitin Azərbaycan arasında daha tez-tez müşahidə edilməsi gözlənilir. Nəticədə xüsusən də dağ çaylarında sulluğun tez artması, sel və daşqın hadisələrində artım ehtimalı var. Eyni zamanda təhlükəli meteoroloji hadisələrin də artması gözlənilir. İri dənəli dolu yağıntılarının, şimşək proseslərinin, ildırım proseslərinin, eyni zamanda qısa müddət ərzində intensiv və güclü leysan xarakterli yağışların yağmasının və fırtına şəklində küləklərin güclənməsinin baş verməsinin tezliyinin, intensivliyinin artması gözlənilir. Nəticədə hava ilə əlaqəli olan bir sıra sahələrdə müəyyən fəsadların artması ehtimalı var. Artıq iqlim dəyişikliyinin xüsusən də kəsinləşməsi fonunda Azərbaycanın şimal və qərb rayonlarında ənənəvi əkinçilikdən artıq tədricən imtina etmək lazımdır. Əkin sahələrinin xüsusən də üstü qapalı şəkildə artıq saxlanılması, üstü qapalı şəkildə əkin sahələrinin becərilməsi lazımdır. İri dənəli dolu yağıntıları üçün qabarıq tədbirlərin görülməsi vacibdir. Əkin sahələrinin üzərinə doluya qarşı, yəni dolunun zərərlərinə qarşı, dolunun zərərlərinin minimuma endirilməsinə qarşı müəyyən tədbirlərin görülməsindən ehtiyac var. Əkin sahələrinin üzərinin bağlanmasına vacib sayılır. Bu tip hava hadisələrinin artıq gələcəkdə daha da artması gözlənilir. Xüsusən də 2025-ci ilin iyul-avqust aylarında və payız aylarında kəskin atmosfer hadisələrinin və dağıdıcı hidroloji hadisələrinin Qafqazın cənubunda və Azərbaycan arasında artması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran rayonları arasında, Dağlıq Şirvan arasında iyul ayının 1-i, 2-si və 3-ündə hava şəraitinin tez-tez dəyişilməsi, topa yağış buludlarının intensiv inkişafı fonunda lokal qısa müddətli leysan xarakterli yağışların yağması, dolu yağması, şimşək çaxması və leysan xarakterli yağışların yağdığı ərazilərdə küləklərin güclənməsi gözlənilir. Bu proseslər fonunda ərazidən axan çaylarda sulluğun artması, sel daşqın hadisələrinin təkrarlanmasında artım ehtimalı var. Növbəti proseslər nəticəsində iyul ayının ümumilikdə 1-ci 10 günlük ərzində də Qafqaz arasında hava şəraitinin tez-tez dəyişilməsi riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göl, Goranboy, eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində və Füzuli, Cəbrayıl, eyni zamanda Naxçıvanın Sədrək, Ordubad, Şahbuz ərazilərində, yəni xüsusən Naxçıvanın Dağətəyi və Dağlıq rayonlarında iyul ayının 1-i, 2-si və 3-ündə hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Orta troposferdə atmosfer təzyiqinin ötən günlərlə müqayisədə xeyli aşağı enməsi fonunda orta troposferdə ekstratropik siklon sistemlərinin aktivləşməsi, xüsusən də dağlıq ərazilər üçün xarakterik olan topa yağış buludlarının intensiv və güclü inkişafı fonunda leysan xarakterli yağışların yağması gözlənilir. Yağıntıların qısa müddət ərzində, yəni yağıntılar qısa müddətli olsa da, əraziyə 1-2 saat ərzində intensiv və güclü leysan xarakterli yağışların yağması, dolu yağması, dolunun diametrinin iri dənəli yağması, ildırım şimşək prosesləri, eyni zamanda küləklərin də güclənməsi gözlənilir. İyul ayının 1-i, 2-si və 3-ündə ərazidən axan çaylarda sulluğun artması və sel daşqın hadisələrində artım ehtimalı var. Ümumilikdə isə 2025-ci ilin iyul ayının 1-ci 10 günlük ərzində ərazidə hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. İsti atmosfer cəbhələri ilə nisbətən sərin və bir qədər də nisbətən sərin və soyuq hava kütlələrinin, soyuq atmosfer cəbhələrinin isti atmosfer cəbhələri ilə ərazidə tez-tez toqquşması riski var ki, nəticədə iyul ayının 1-ci 10 günlük ərzində hava şəraitinin tez-tez dəyişilməsi üçün ümumi sinoptik şəraitin yaranması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Mərkəzi Aran rayonlarında hava şəraiti əsasən mülayim və bir qədər də isti keçsə də, iyul ayının 1-i, 2-si və 3-ündə Azərbaycanın şimal-qərb və bir qədər də qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının Kürdəmir, Yevlax, Ağcabədi, Zərdab, eyni zamanda Beyləqan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərinə daxil olması riski var. Nəticədə iyul ayının 1-i, 2-si və 3-ündə havada buludluğun artması, qısa müddətli yağış yağması, yağıntıların topa yağış buludlarının intensiv inkişafı fonunda qısa müddət ərzində intensiv və güclü olması, dolu yağması ehtimalı var. Ümumilikdə isə iyul ayının 1-ci 10 günü ərzində mərkəzi Aran rayonları arasında havanın temperaturunun tez-tez kəskin tədbirləri gözlənilir. Yəni havanın temperaturunun iyul ayının 1-ci 10 günlük ərzində tez-tez kəskin yüksəlməsi və tez-tez azalması fonunda
intensiv xarakterli topa yağış buludlarının ərazidən keçməsi nəticəsində leysan xarakterli yağışların lokal xarakterli fəsadların yaranmasına səbəb olması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Cəllabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Geliş ərazisində iyul ayının 1-2 və 3-də hava şəraitində dəyişiklik riski var. Xüsusilə də iyul ayının 1-2 və 3-də Cəllabad, Yardımlı, Geliş və Astaranın dağ kəndlərində hava şəraitinin tez-tez dəyişilməsi, şimşək çaxması, qısa müddətli leysan xarakterli yağışların yağması gözlənilir. Xüsusən də Yardımlı, Geliş və Astaranın dağ çaylarında sulluğun artması ehtimalı var. İyul ayının 1-ci 10 günlük ərzində atmosfer cəbhələrinin tez-tez ərazidən keçməsi nəticəsində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bakı, Abşeron, Sumqayıt ərazisində iyul ayının 1-2 və 3-də şimal-qərb, şimal küləklərinin tez-tez güclənməsi riski var. Prosesə səbəb isə Qərbi Rusiyadan, Şərqi Avropanın şərqindən, Şimali Qafqazdan, Qafqazın cənubuna doğru hərəkət edilməsi gözlənilən atmosfer cəbhəsinin Xəzər dənizindən keçməsi riski var. Nəticədə şimal-qərb küləklərinin iyul ayının 1-2 və 3-də Bakı, Abşeron, Sumqayıt ərazisində tez-tez güclənməsi gözlənilir. Bu proses nəticəsində havanın temperaturunun ötən günlərlə müqayisədə iyul ayının 1-2 və 3-də 7-10 dərəcə aşağı enəcək. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. İqlim dəyişikliyi nəticəsində artıq forma aşan orta troposferdəki siklon sistemlərinin, xüsusən də ekstratropik siklon sistemlərinin güclənməsi müşahidə edilir və havanın temperaturunun ümumilikdə havanın temperaturunun dünyada yüksəlməsinə bağlı olaraq troposferdəki rütubətlilik, nəmlilik, yəni nəmin tutumu daha da artır. Bu proseslər nəticəsində troposferdəki temperaturun yüksəlməsi və nəmin artması ilə əlaqədar olaraq leysan xarakterli yağışların intensivliyi, gücü daha da artır. Topa yağış buludlarının ani inkişafı, qısa müddət ərzində intensiv inkişafı artır və nəticədə təhlükəli atmosfer hadisələri və dağıcı hidroloji hadisələrdə artma ehtimalı var. Yəni, güclü ildırım dolu prosesləri, leysan xarakterli yağışların qısa müddət ərzində şiddətlənməsi, eyni zamanda leysan xarakterli yağışların fırtına şəklində güclü kütlələrlə müşahidə edilməsi riskinin əvvəlki illərlə müqayisədə 2025-ci ilin iyul, avqust və payız aylarında xeyli artması riski var. 2026-cı ildə isə bu proseslərin daha da kəskinləşməsi fonunda Qafqazın Cənubi Azərbaycan ərazisində daha dağıcı hava vasitələrinin artması gözlənilir. Bu barədə mütəmadi olaraq kanalda yenilənmiş məlumatlar yayımlanacaq. Zərərlərini azaltmaq üçün hava ilə əlaqəli olan bir sıra sahələrdə geniş miqyaslı dəyişikliklər lazımdır. Bir sıra sahələrdə iqlim dəyişikliklərinə uyğunlaşma proseslərinin daha da tezləşdirilməli lazımdır. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.